Selamlar. Bugün geldiğimiz yer şehir yeridir. Şehir yeri Azərbaycanımızın Ərdəbil Sultanında, Meşrin şəhərində, Xiyavda yer alıbdır. Şəhər yeri Pirazmiyan kəndinin yaxınlığındadır. Eğer kəndin adını yanlış deməsəm. Bura gördüğünüz bu şehir yerinin nə cür çatacağınızın bir videosudur. Nə cür yetişirsən ora. Meşrindən gələndə Ərdəbilə tərəf Google Map'də belli olmur. Çünkü yollar tazalanıbdır biraz. Ona göre Meşrindən Ərdəbilə gedəndə taza bir yol vurublar. Gəlir Zirgozərdən geçir kəndə. Google Map'ə çox şey eləməyin, güvənməyin. Çünki aparır uzaqdan gətirir. Girirsiniz bu kəndin içinə və heç bir tablo yoxdur gördüyünüz kimi. İndi birisi duvarda yazıbdı. Şəhər yeri, şəhər yeri. Onlara baxaraq oraya yetişə bilərsiniz. Biraz yetişilmeyip, yani hiç yetişilmeyip bir tarih, yani hava bir taraftan, yel bir taraftan o məntəqəni heç eləyibdi və mən bir yerde oxudum ki, çox şədid halətdə bunlardan şey olubdu. Oğruluq olubdu bu məntəqədən və çox qiymətli əşyalar buradan qaçırılıbdı. Yəni nə qədər düzdür, nə qədər qələtdir bilmirəm. Ama bu cür bizdə yazmışlar. Məncə ehtimalən düzdür. Çünkü gördüğümüz kimi elə hər yerdə olur. Bu cür tarixi bir yerdə niyə olmasın? Bura gördüğünüz elə biraz yol iş asfalt da deyil, xaçıdır, daşdır, topraqdır. Kətdən biraz gelirsiniz içəriyə və bir çay var. Çaydan geçirsiniz. Sonra biraz getdikdən sonra yetişirsiniz ora.
Bura şəhər yerinin məhəmbətəsidir. Mən oxuduğum tarixlərə görə çox fərqli tarixlər deyil. Yəni bir müvəssəq və düz mənbə yoxdur ki, mən ora baxıb da buranın tarixini biləm. Çox fərqli sözlər yazmışdılar. Düz, qələt, böyütmüş bir sözlər. Əslən ağlına gəlmirdi. Amma üstə mən bizzatlar oxudum və istədim ki, sizlərlə paylaşam. İlk öncə buranın tarixi. Buranın tarixi bu ki çox bəlli ki, çox qədimə gedir. Şimdi oxuduğum kimi biri 11 min yazmışdı, biri 8 min il yazmışdı, biri 6 min il yazmışdı. Məncə 6000 il miladdan öncə, yəni olur 9000 xurdeyi daha yox 8000 xurdeyi daha məntiqlidir. 6000 il tarix bura daha məntiqli bir söz ola bilər oxuduqlarımın içində. Amma buranın gerçək tarixi nə qədər dağlıdır, onu mən tapamadım yerdə. Burada gördüyünüz kimi məhəmbətə taza üstün bastırıblar və qabaqçıdan da baxdım, qabaqçı videolara və əhslərə əsən bu şey yox idi, bu yer yox idi, üstü basılı dəydi və yağışlar və yel əsərində çox daşlar aradan gedib. Daşlara baxdığımızda çox fərqli nəqşlər görürük. Yine qabaqda göstərəcəm, zoom edəcəm bizə. Gördüyünüz kimi çoxlarında şey yoxdur. Üz yoxdur. Üz deyəm. Ağız yoxdur. Ağızsızdır bunlar. Məmulən əllə sinələrində və qılınc var yanlarında. Çox azında bunların ağız vardı bu daşların üstündə və bunların içində geçi, yani geçi qədim şey zamanında şey anlamındaymış. Mələk simgəsiymiş. Mələkin yerin göstərdiymiş. Mələk yerindeymiş geçi. Ona təsvirin qoymuşlar. Bir də ki bir dənə xanım daşı tapıblar burada. İndi mən görmədim xanım daşı nədir. Hətta hardan təşxis verə bilərlər ki, bu xanımdır. Özü bir məsələdir. Çünki heç bir zət yox idi. Heç bir yerdə mən bizə tapamadım. Nə orada, nə məhəbbətdə, nə də internetdə. Kitabda düzgün tapamadım. Burada gördüyünüz kimi bu bənerdə yazıb ki, bir də Britaniyalı bir adam gəlib buranı başlayıbdı əvvəlin qabuşlarına. Bu da məhəbbətəsidir buranı. Və bildiğiniz kimi bir dənə İngilistanlı gəldiyi yerə və oradan oğurluq eləməyə çox çətin bir zətdir. Baxsınız Britaniyanın muzəsində görə bilərsiniz ki, hamısı o pisi məmləkətlərdən, Misirdən, Yunandan, hər tərəfdən, hər məmləkətdən vardı. Usulən bura elə bir 3 dənə yerdən təşkil tapmışdı. Biri qəl'ə ki, orada nizami işlər olunmuş. Biri məbəd, biri qoşa təpə. Bir dənə cəlib bir də ki, burada olan təməddün Azərbaycanda olan Qubustanla adını iştibah demişəm, cırıqmasam bənzərdirlər, yəni bir bənzər şeyler olurmuş və Anadolu'da olurmuş. Anadolu'da olan bəzi tapıntılarla, dəstgahlarla bənzərliklər var. Demək olar ki, bunlar bir-birlərinin irtibatdaymışlar qədim. Azərbaycanda olan təməddün və Anadolu'da olan təməddünlər. Burada gördüyünüz kimi gedir biraz aşağılıq da məsələn daha köylümüş ki, məbədin gəlirmişlər, məbəddən çıxırmışlar və gəlmişlər orada istirahat edilmişlər. Qədim birlər orada bir su var imiş. Nə qədər düz ya yalan bilmirəm. Amma o cür bir sözləri vardı. Mən ehtimalə çox elə videonun başında dediyim kimi burada çox zatlarla uğurlanıb da aparılıb deyib. Çox deyə düşünürəm çünki
Bu cür bir yerdə çox zatlar gəlir tapılar, amma tapılmır. Niyə bilmirəm. Amma mən tövsiyə edirəm ki, gəlin, görün, Azərbaycanımızın tarixini tanıyın və belə bir kültürü Azərbaycanımıza yayaq və bizim həyatımızın bir parçası olsun bu işlər.